Sonra kimsə yazır ki, bu Georgina spesifik olaraq zəngin avcısı idi və xüsusi kitablar oxuyurdu, xüsusi nömrələr alırdı, kontaktlar yığırdı, bəs deməli klublara gedirdi, xüsusilə zəngin avlamaq üçün və Ronaldo həyatındakı ilk məşhur deyildi. Bəli, alqışlayıram. Bəli, kimsə buna görə qınayırsa, mən alqışlayıram. İnsan öz həyatını qurub. Sən oturub kimsə zəngin kişilərlə tanış olarkən, onu qınayarkən, hələ bir evin də yoxdur, yoldaş. Bu insan, bu Georgina bir otaqlı kirayədə qala-qala gedib tanış olub məşhurlarla, enerjiyə baxın, öz həyatını qurub və 10 dənə məşhurla tanış olub, biri ona aşıq olub, evli təklif edib, bəli. Və alınmasaydı belə, inanın mənə, 2 həftə öncə rəy yazan adam hələ də yerində sayırdı, amma Georgina'nı deyək ki, 8 ilin sonunda, avqust ayında Ronaldo ümumiyyətlə çölə atır. Deyir ki, çıx, get, istəmirəm səni, sevmirəm artıq. Yenə də çöldə artıq 10 dəqiqə sonra Georgina'ya evlilik təklifi gələrdi başqa bir zəngin birindən. Başa düşürsünüzmü?